Bilim Quba mərkəzi fəaliyyətə başlayır. Belə ki, mərkəzin açılış mərasimi keçirilib. Quba Asan Həyat kompleksində yerləşən mərkəz Bilim Azərbaycan layihəsi çərçivəsində fəaliyyət göstərir. Daha ətraflı isə sujetdən izləyək. Bilim Quba mərkəzinin fəaliyyətə başlamasının məqsədi regionlarda yaşayan istedadlı uşaqların potensiallarını üzə çıxarmalarına və beynəlxalq elmi texnoloji mühitə inteqrasiyalarına şərait yaratmaq, 6-14 yaşlı uşaqlarda texnologiya, elm, sahibkarlıq və innovasiya sahələrinə marağı artırmaq, onları 21-ci əsrin tələblərinə cavab verəcək bilik və bacarıqlarla təchiz etməkdir. Regionda yaşayan şagirdlər üçün əlçatan və keyfiyyətli texnoloji təhsil imkanlarını yaratmaq da əsas hədəflərdir. Qeyd edək ki, Bilim Azərbaycan layihəsi 2021-ci ildə vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu arasında imzalanan anlaşma protokolu əsasında həyata keçirilir. Burada da yine aynı şekilde matematikten doğa bilimlerine, teknolojiden astronomiye hem bilim ve teknoloji alanında atölye çalışmalarıyla gençlerimiz bilim ve teknoloji alanında farkındalık kazanacaklar. Bu alanlarda projeler gerçekleştirecekler. Teknofestlere, uluslararası yarışmalara katılacaklar, dereceler elde edecekler. Mərkəzdə həmçinin gələcəyin tələblərinə uyğun layihə əsaslı və problem yönümlü təhsil yanaşmasını tətbiq edən DNEYAP texnologiya proqramı həyata keçirilir. DNEYAP texnologiya proqramı üzrə seçim imtahanlarını uğurla keçmiş Quba və ətraf rayonlardan olan 80-ə yaxın şagird 3 il ərzində süni intellekt, kiber təhlükəsizlik, əşyaların interneti, alternativ enerji və bu kimi texnologiyalar üzrə bilik və bacarıqlarını artıracaqlar və bu da onlara imkan verəcək ki, onlar 21-ci əsrin tələblərinə uyğun formalaşsınlar. Bilim Quba mərkəzində təbiət elmləri laboratoriyası, riyaziyyat laboratoriyası, astronomiya, kosmos və aviasiya laboratoriyası, dizayn laboratoriyası olmaqla 4 laboratoriya fəaliyyət göstərir. Hər birində 20 nəfərə, ümumilikdə isə 80 şagirdə eyni vaxtda xidmət imkanı var.